Bugün size genç, istedadlı bir kızımızı təqdim etmek istedim. Layla Balayev. Salam əziz qonaqlar. Özəlliklə çox təşəkkür edirəm hər birinizə vaxt ayırdığınız üçün, bura gəldiyiniz üçün. Doğrudan da bu mənim üçün çox önəmli bir şeydir. Həmişə uşaqlığımdan istəmişəm ki, müğənni olmaq, amma əgər müğənni də oluramsa, istəmişəm qəşəng bir işlər çıxarım. Uzaqlara baxar gözlərim, gələcək bir gördü sonra bu mübarək ikiz oldu hepimiz, öz canıyla, öz rızasına. Daha büyük repertuarla konsertinde inşallah iştirak edək. Səndən nə arzu edə bilərəm? Can sağlığı, xoşbəxtlik, həmişə gözəl, mehriban, səmimi və yaradıcılığının ən pik yüksək nöqtəsinə çatasan. Öpürəm səni, bağrıma basıram. Təşəkkür Leyla'nın diksiyası, siz bilsəz necə o böyük bir yol keçib gəlib. O Azərbaycan dilində belə çətin mahnıları belə düzgün şəkildə tələffüz edərək oxuyur. Mən hər iki insanın zəhmətini görmüşəm. Hər ikinizi təbrik edirəm. Bundan daha gözəl, daha böyük, daha uğurlu səhnələrdə və əlbəttə ki Fərdə xanım demiş, kim bizim mədəniyyətimizə bir bu qədər qatqı sağlayırsa, Allah yolunu açıq etsin. Çok sağ olun. Layla eller yaşar, Layla eller aşar, güneş gibi yana yana ana. Nə maraqlıdır, Layla qızımızın Azərbaycan mahnılarını, baxmayaraq ki, İvrit dilində təhsil alıb, amma Azərbaycan mahnıları bu dərəcədə sevgi ilə oxumaq və ən sevdiyimiz mahnıları onun repertuarına seçdiyi üçün Fərdə xanım sizə minnətdarım. Bugünə görə də və gələcəkdə də bizim mehriban qızımız Laylaya yaradıcılıq uğurları, zirvələr arzulayıram. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar deyək gülər. Pillə fəth eləyəcək bir musiqiçi qarşımızdadır. Kim bilir, 2 ildən, 5 ildən sonra biz onu hansı səhnələrdən seyr edəcəyik və deyəcəyik ki, biz o qızı görmüşdük, biz onu tanıyırıq, beləcə uğurlar arzulayırıq sənə. Çox acılar çəkibdir, əsirlər illər boyu, oxşar tarix yaşayıb, Adəm babanın soyu. Zəfər yolu ucadır, ucaldıqca ucalsın, bu dostluqdan dünyada yenilməyən iz qalsın. Azərbaycan, İsrail, bir-birinə xanaya, zəfər dolu göylərə, yüksəlsin iki bayraq. Mən də bütün analar kimi, vətənindən, elimdən ayrı düşən insanlar kimi arzu edirəm ki, biz o vətənimizə dönək. İnşallah. Çox sağ olun. Və İrəvan Dövlət Dram Teatrının səhnəsindən bu gözəl qızımızı qonaq kimi dəvət edək, gəlsin orada bizim ruhlarımızı təzələsin. Layla xanım, sizə uğurlar arzulayıram. Yolunuz açıq olsun. Bir şeyi də qeyd edeyim ki, mən qürur duydum sizinlə. Çünki harada doğulmusunuz, hansı mühitdə böyümüsünüz bilmirəm, amma bu gün siz Azərbaycan dilində danışırsınız, Azərbaycan mahnılarını okursunuz və mənim üçün böyük bir qürurdur ki, Azərbaycan bayrağı altında mahnılarınızı okursan. Bunun üçün ayrıca sizə təşəkkür edirəm. Uğurlar olsun. Köpek deniz gelim yadıma düştü.
bir daha Leyliyə uğurlar arzu edirəm və gələn görüşlərə dək demək ümidi ilə bir Azərbaycan mahnısı ilə biz bugünkü konsertimizi və təqdimatımızı yekunlaşdırırıq. Təşəkkür edirəm hər birinizə.